Bax, düz aşağı darıyırsan, darağın izləri var ya, bax, izlərin birindən barmağı bax, belə basırsan, basan kimi gördün aralan. O aradan darağı salırsan, başlayırsan bax, belə daramağa. Sonra bir dənə də salırsan, həmən darağın izlərin birindən barmağa basırsan, aralan. Aralan kimi həmən aradan darıyırsan, bax, belə. Bunu çox enli götürmək olmaz. Çox enli götürsən, ölçünü çək qoyarsan. Anladın mı? Deməli, bax, sonra bunu bu şəkildə bax belə götürürük, bax belə. Düz bax 90 dərəcə saçla. Çəkim düz çəkən. Bax, telefon düz tut. Çəkilmi? Ha, əslən. Ha belə. Götürdüyün düz 90 dərəcə bax. Biraz barmağı bax belə uklon verirsən. Çünki qabaq daha uzun, arxa daha qısa olsun deyən. Bax belə biraz əyrilik verirsən, sonra kəsdin. Kəsdin. Gətirirsən biraz arxasından. Daha bu saçları bıraksan, bunlar bizə lazımdır. Ancaq bunları təzdən ən xırda yerindən ən uzun yerinə qoyursan ölçünü, bax gördün, bax belə əyri şəkildə kəsirsən. Kəsə, gətirirsən, düz bura. Sonra kəsdiyin saçları qatırsan, bu bir tərəfə, ya bu tərəfə, ya o tərəfə fərq yoxdur. Səndən bir tərəfə qatırsan. Qatdın bunların içindədir da. İndi bax, buradan bir dənə ayırırsan. Bax. Ben yaxşı istadım ki, istadanlar daha mükemmel ayrılır saçlar. Şimdi keş bu tarafa, buradan seni daha yaxşı görəcəksin. Bax, ayırdım. Götürdüm. Dümdüz çıxartsan 90 dərəcə. Buna bax, bax, gördün, ayaq kəsdiyimiz saçlar. Bax, bu bizim ölçümümüzdür. Buradan bura qədər bütün saçlarda bu ölçü qalır. Kəsdir. Onunla beraber kəsdin, gördün, oldu. Həmən bayaq qoyduğumuz ölçü boyunca bu saçlar. Bax, buradan təzdən bir dənəsini də götürürsən, tutan. Bir tutam saçla götürürsən, bax. Bax, qaldırırsan. Bax, bayaq kəsdiyimiz saçlar, ölçü qoyduğumuz. Bu da bundan öncə kəsdiyimiz saçların bax ölçüsü burada. Gördün? Bunların hamısını beraber eləyəndə olur üstü dümdüz. Bunu bax bu şəkildə kəsə-kəsə həmən ölçü ilə. Gördün? Həmən ölçü ilə kəsə-kəsə düz önə qədər gedirik. Biz gedəndə daha burada bizim ölçməyimizə ehtiyac yoxdur. Hamısı bayaqdan qoyduğumuz ölçüdə gedir də. Hə. Elə bir ki, divar düzəldəndə mayaq tərəzi qoyub zadəyir düzətmirlər. Ustalarda ertikən bənmalar. İndi o videoda düşəcək də mayaq sumaq saçırda. Nasıl ki? Başa düşdüm, bu şəkildə bax, belə dümdüz kəsdiyim, bax. Sən burada bir dənə kulminasiya nöqtəsi var ya, kulminasiya nöqtəsi. Bax, qoydum mu, bax, bu şəkildə bax, belə kəsdik. İndi bu tərəfin hamısı belə azdan çoxa üstü, bax, belə kvadratın üçbucağı. Bax, bu kəsim kvadratın üçbucağı. Bu tərəfi belə kəsilib də. İndi bunu biz bu tərəfi də kəsməliyik, yaxı, eyni olsun da deyənə. Bu halda təzdən buradan belə ayrırıq, bax, bir dənə də ayrırıq, belə. Qatırıq bu tərəfə. İndi bura ölçülmüş, kəsilmiş düzgün saçlar deyənə buranı bax belə ayırırıq, təzdən qaldırırıq, bax görəcəksən ki, bax həmən bayaq kəsilmiş saçlar bax burada. Görünür. Özün qulağınızı çəkirsən başqa yeri. Bir dənə də götürürük, bax belə. Bir dənə dəfə göstərəcəm sizə, əziz hörmətli izləyicilər. Bax gördüyün ölçü buradadır. Bax, bu şəkildə mən indi bunu belə tez-tez eləyirəm. Bunu tez-tez eləmək lazım ki, müştəri də sıxılmasın, vaxtında işi tutaraq. Çünki qıraqda gözləyən başqa müştərilər var, onlara da yol salmaq lazımdır. Bəlkə o bundan çox pul verəcək və o şeyləri fikirləşmək lazım. İndi bunu mən belə paylaşacağım, yavur olasıyıq. Zarafat edirəm, əziz tamaşaçılar. Uşaq var deyə o telefon. İndi bax, bir dənə o güzgüdən başı çək. O güzgüdən yaxınlaşdır başa, kreatin başına, yaxınlaşdır. Gör nə qəşəng oldu, baxın. İndi mən bir dənə şey göstərəcəm, onu biraz belə qaldır, biraz belə qaldır. Başı qaldır. Başı ortalar. İndi mən burada sizə bir şey göstərəcəm. Gör, nə qədər düz oldu. Bax, gördün, görünür o. Görünür. Gördün, nə qədər düz oldu kəsdiyimiz. Mən gördüm. Heç mən bunu ölçüb bir şey eləmədim. Zəngkana bir dənə yerdən saç götürdüm, gördünüz düz oldu. Bu ölçü ilə qırxılmağın səbəbi olaraq belə oldu.